Yaradılışın sonu var sizcə? Yaradılışın sonu olması üçün gərək işığın, enerjinin sonu olsun ki, bu da mümkün deyil. Yəni ona görə deyilir ki, yaradan əzəli və əbədidir. Biz isə əbədiyik. Yəni yaradılış əbədidir. Ola bilsin ki, forması dəyişsin. Məsəl üçün bir ağac bitir, böyüyür, meyvə gətirir, sonra quruyur, təzədən torpağa çevrilir. Yəni bu mənada ağacın ağac formasında yaradılışı sona çatır. Amma o form olaraq sona çatır. Onun isə hissəcikləri mümkün deyil ki, sona çatsın. Yəni o yenə torpağa qarışır. Yəni sadə formada deyirəm də. Həmçinin də insan enerjisi və informasiyası. İnformasiya ümumiyyətlə itmir. İnformasiyanı hardansa pozmaq qeyri-mümkündür. Bəs niyə görə Quran kitabında yazılıb ki, axirət və insanlığın sonu? Axirət deyilən mənada son demək deyil əslində. Yəni belə başa salın. Yəni bir var ki, insanın qısa ömrü, yəni deyək ki, 100-150 il yaşaya bilir bir insan. Bu bunun o həmin dediyimiz aqibət dövründə, yəni bir dünya həyatında yaşayır. Axirət isə bunun indiyə qədər yaşadığı və bundan sonra yaşayacağı həyatıdır. Yəni bunun enerji və informasiyası heç vaxt itməyəcək, əbədi olaraq qalacaq. Və həmişə dediyim bir şey var da, biz keçmiş həyatımızın, həyatlarımızın nəticəsiyik, gələcək həyatlarımızın səbəbiyik. Yəni axirət o mənada axirətdir ki, sən bu dünyada yaşadın, bir şeylər elədin, bir şeylər qazandın. Ondan sonraki dövrdə sən buna qədər nə etmişdinsə və bundan sonra nə etmisənsə, onu yenə də yaşayacaqsan. Sən öz aşva tökürsən də, yəni nə edirsənsə, sənə qarşıva çıxacaq o. O mənada axirət o mənada son kimidir. Yəni bir son həmişə bir şeyin başlanğıcıdır. Yəni düşünün ki, bir buz əriyir, suya çevrilir, sonra buxara çevrilir, yenə təzədən suya və buza. Yəni onun hansısa bir formada sonu olur. Amma ümumiyyətlə sonu mümkün deyil. Can sağlığı paketimizi əldə edərək sağlamlığınızı dava-dərmansız və ən qısa zamanda bərpa edə bilərsiniz. Ətraflı məlumatı videonun açıqlamasından oxuyun.